Salam əziz izləyicilər. Bu videoda əbob mövzusunun davamını çəkirəm. İlk öncə əbob haqqında məlumat vermək istəyirəm. Əbobun tapılması, yəni tutaq ki 26 və 42 ədədləri verilibsə, bu zaman sadə vurğulara ayırıb, hər birində eyni olan vurğu götürürük. Məsələn, 2-2 hər birində bir dənədir, onun birini götürürük. Amma olmayan ədədləri götürmürük. Yəni, nədir olmayan ədəd? Yəni, 13 burada var, 26-da, 42-də yoxdur. 3 ədədi 42-də var, 26-da yoxdur. 7 ədədi 42-də var, 26-da yoxdur. Ona görə də bu tip tapşırıqlarda eyni ədədləri götürürük. Yəni, cavab 2-dir. Növbəti tapşırığa baxırıq. Əbob 90 və 20 yenə sadə vurğulara ayırırıq. Burada görürük ki 90-da bir dənə 2 var. 20-də isə 2 dənə 2 var. Əbobda belədir ki, eyni ədədlərin, yəni sayı fərqli olarsa, onlardan sayı az olanını seçirik. Yəni 2-ni götürürük. Olmayanları götürmürük. Yəni 3 burada var, digərində yoxdur. Və burada gəldi, bir də 5 var. Hər birində eyni sayda 5 olduğuna görə birini götürürük və onların hasilini tapırıq. Üçüncü tapşırığa baxırıq. Əbob 17 və 5. Bu ədədlər, belə deyək, qarşılıqlı sadə ədədlərdir. Ona görə də qarşılıqlı sadə ədədin əbobu 1-ə bərabərdir. Bu qaydadır. Bunu isbat eləmək üçün yaza bilərik. 17 ilə 17-ni sadə vurğulara ayırırıq. 5 ilə də 5-i sadə vurğulara ayırırıq. Bu zaman görürük ki, heç birisində ortaq sadə vuruq yoxdur. Onların yalnız ortaq böləni var, o da 1-dir. Ona görə də əbob 1-ə bərabərdir. Növbəti tapşırığa keçirik. M ədədini verib və N ədədini verib əbob istəyir. Əbob M, N-i tap deyir. Bu zaman görürük ki, M-də deməli 1 dənə 2 var. N-də isə 2 dənə 2 var. Biz bilirik ki, əbobda sayı fərqli olan eyni ədədlərdən sayı az olanı götürürük. Yəni 2-ni götürürük. Eyni ədədlərdən də hər birində bir dənə olduğuna görə 5 ədədi. Bunların birini götürürük. Və sonra bunların hasilini tapırıq. Cavab 10. Növbəti tapşırıq. Əbob x üstə gələk 7, x üstə gələk 7 bərabər 27. Burada x istəyir bizdən. Biz qeyd etmişdik ki, keçən dərsimizdən eyni ədədlərin əbobu olarsa, o ədədlərdən biri seçilir. Burada da gördüyümüz kimi x üstə gələk 7 ilə x üstə gələk 7 eyni ədəddir. Deməli, bunun cavabı x üstə gələk 7 etməli idi. Və daha sonra görürük ki, burada 27 ədədini qeyd edib. Əgər əbob x üstə gələk 7, x üstə gələk 7-nin cavabı x üstə gələk 7-dirsə, cavab da 27 verilibsə, bunları bir-birinə bərabər etməliyik və tənliyi həll edirik. Burada tənliyi həll edəndə cavab 20 alınır. Deməli, biz x-i tapmış oluruq. Sonuncu sualımız əbob 1 və 5. Əgər biz keçən dərsimizdə qeyd etmişdik ki, deməli, biri digərinə bölünərsə, bu ədədlərdən kiçiyi onun əbobudur. Göründüyü kimi 5 1-ə bölündüyünə görə bu ədədlərdən də kiçiyi 1-dir. Deməli, cavab 1-dir.